Herkese salam, kanalıma ve yeni videoma hoş gəlmisiniz. Sizin üçün yeni bir vlog başladıram. Bilmirəm nə çəkəcəm, necə olacaq. Amma istədim ki, başladım. İnşallah ki, davamını çəkə bilərəm. Son günlər çox da vlog çəkə bilmirəm, çünki bilmirəm nə çəkim. Axır günlər ancaq eyni işlər görürəm. Ona görə elə qalıb. Nə olub? Baba, Hı. bu tuğdan sular. Bu da biraz tuğdan sular. Hə, kiçik bir reklam arası girdi içəriyə. Deməli, son günlər bilmirəm nə çəkim, çünki demək olar hər gün eyni işləri görürəm. Ancaq bağ təmizləyirəm, çırpı yığıram falan belə şeylərdir. İndi görək necə olur. Gedim oğlum da orada bəlkə partladı. Suyumuz da xarab olub, ona görə gəlmişəm buradan su doldurmağa. Qoyun bunlar da dolsunlar. Aparım evə. Çıxdım evə, biraz kartof soydum. Kartof qızartması eləyirdim axşama. Düzdür, başqa yeməklər falan da var idi, amma hərəsindən biraz da yanına kartof qızartdım. Çox sevirəm mən kartof qızartmasını şəxsən. 2 gündür su yoxdur, o qədər çətinlik çəkirik ki, suyun olmaması ilə bərabər. Yəni, sanki həyat durur. Ümumiyyətlə, evdə nəsə olmayanda, ya işıq, ya su əsasda sanki həyat durur. Çünki o qədər öyrəşmişik ki, rahatlığa. İnsan bilmir necə olsun, necə eləsin. Sanki hər işə tənbəllik eləyirdim. Adicə qabları yumağa, bir qıraqda su isidib elə yumağa tənbəllik eləyirdim ki, necə eləyəcəm. Yəni, çox əziyyətli gəlirdi mənə. Allaha şükür ki, düzəltdik. Yəni, təsəvvür eləyin ki, bugün düzəltmişik suyu. Məktəbdən gəldim. Gördüm ki, su artıq düzəlib. O qədər sevinmişəm ki, nə yaxşı, yəni su düzəldi. Artıq hər şey qaydasına düşdü sanki. Burada videonu editlədikcə mən də sizinlə bərabər videoya baxıram. Görürəm ki, əlimin üstündə iz var. Əlimin üstündə olan o iz pamadanın izidir. Çıxmayan bir pamadadır. Sürtmüşdüm elə dodağıma da. Əlimin üstündə də rəngini yoxlamışdım, qalmışdı. Son zamanlar qızlar ancaq makyaj eləyirəm evdə olanda da. Harasa gedəndə, yəni ümumən makyaj eləyirdim. İndi evdə olanda da makyaj eləyirəm. O qədər öyrəşmişəm ki, düzdür, mən çox sevirdim zaten makyaj eləməyi. Əvvəllər də sevirdim. Sadəcə uşaqlar olandan sonra özümü vaxt tapa bilmirdim o qədər də, amma son harasa bir neçə aydır ki, sanki belə vaxt axtarıram ki, bir dənə tez vaxt tapım, gedim makyajımı eləyim, sonra normal işlərimlə məşğul olum. Bilmirəm bu öyrəşməkdir, nədir, amma elə eləyəndə özümü daha yaxşı hiss edirəm. Onsuz da xoşum gəlirdi əvvəlcədən də, yəni evlənməmişdən əvvəl də mən günlük makyaj eləyirdim həmişə. Sadəcə başını buraxmışdım sanki bunun, indi yenilənmiş kimi hiss edirəm bunu elədikcə. Bu arada mən videonu editlədiyim gün, yəni bugün su çərşənbəsidir. Artıq siz videoya baxanda su çərşənbəsi keçmiş olacaq, amma mən yenə də sizin hər birinizin keçmiş su çərşənbənizi təbrik edirəm. Həyatınızda işləriniz su kimi axarlı olsun, hər işiniz yolunda getsin. İnşallah ki, bütün hər şey ürəyiniz istədiyi kimi olar, gözəl olar. Üzünüzdən gülüşün və qəlbinizdən sevginin əksik olmamasını diləyirəm hər birinizə. Bir daha təbrik edirəm. Kartofu da pişməyə qoyandan sonra biraz vaxtım var idi boş. Dedim ki, gedim laklarımı yeniləyim. Əslində dırnağımda laklar var idi. Eyni rəngi çəkəcəkdim. Sadəcə silib sonra çəkmək istədim. Çünki belə altından qalanda o qədər də yaxşı olmur. Sanki belə kələ-kötürlü olur və həmin görüntünü sevmirəm. Daha hamar durmasını istəyirəm. Ona görə də əvvəlcə sildim astondan, sonra yenidən üzərinə həmin rəngdə lakdan çəkdim. Bu rəngi çox da sevmirəm. Amma dibində çox az qalıb. Hardasa bir dəfə də bundan sonra istifadə eləsəm bitəcək və qurumaq istəyir. Ona görə dedim elə bunu çəkeyim, bitsin, qutarsın. Boş-boşuna qurumuş da olmasın. Həm də onsuz da sabah işə gedəcəm. Evdə də qab falan yuduqca onsuz da gedir dırnaqlarımın laklar. Və işə gedəndə əllərim pis gündə olmasın, yəni dırnaqlarım pis gündə olmasın. Laklarım yenilənmiş olsun. Səhər də duranda evdən tez çıxmalı oluram uzaqda olduğuna görə. Elə çıxana qədər də uşaqlarla falan hazırlaşmağıma
vaxt çatdıra bilmirəm, yəni əlavə belə şeylərə. Elə bu gündən vaxt tapmışkən bunu da elədim. Laklarımı da çəkdim, hazır durdu. Bu da dırnaqlarımın son halı. Bir də oldu. İndi qurusunlar. Əllərim burada nəsə çox qara görünür. Bilmirəm niyə. Gərək krem falan da vurum. Əslində hər axşam krem vururam əllərimə, amma suda falan olur deyə çox çatlayır. Suda, küləkdə falan çox çatlayır, həyətdə falan. Biraz da qışdı. Susuz falan qalırıq. Amma qəşəng oldu məncə. Düz sevmirəm o qədər də rəngini, amma yenə də idarə eləmək olar. Bir sonraki gündən hər kəsə salam. Gedirik işə. Daha doğrusu gözləyirik, indi yoldayıq. Gedəcəyik işə. Yağış yağır. Çox soyuq hava var. Dünəndən soyuq idi, prosta dünən yağış yağmırdı. İndi yağış da yağır. Oğlum da məndən bir yerdə. Son günlər o da xoşlayır ki, məni atası ilə bir yerdə aparıb işə qoysun, gəlsin. Yəni sırf maşında getməyin həvəsidir. 2 gündür su gəlmədiyinə görə mətbəxin düşdüyü son vəziyyət. Əslində dünən axşam qabları yumuşdum. Yəni olan qabların hamısını yumuşam. Amma bugün səhərdən yenə də toplanıb, üst-üstə gəlib hamısı. İndi birinci bunları yığışdıracağam, yuyacağam. Sonra evin digər yerlərini yığışdıracağam. Biraz qarma-qarışıqlıq olub, bulaşıb hər yer. Yenə bir dəstə qabım var idi. Başladım hamısını yumağa. Bu arada qızlarımla bu videonu çəkəndə hal-hazırda biz 1744 nəfərik. 1744-ünüzün hər birinizə təşəkkür edirəm. Məni dəstəklədiyiniz üçün, burada olduğunuz üçün, takib elədiyiniz üçün. Yaxşı ki varsınız. Bu qədər böyüməyə ağlıma belə gətirməzdim. Və inşallah ki, ilin sonuna qədər yəqin ki, bir 10.000-i keçərik. Yəni elə istəyirəm. Ən azından arzum odur ki, 10.000-i keçək ilin sonuna. Hər videomda dediyim kimi də dəstəklərinizə görə, xoş sözlərinizə görə hər birinizə çox-çox təşəkkür edirəm. Son zamanlarda aktiv olmağa çalışıram, düzdür. Bacardığım qədər yenə də aktiv oluram. Lap çox aktiv ola bilmirəm, gündəlik video çəkə bilmirəm. Amma yəqin ki, siz də mən başa düşərsiniz. 2 uşaqla, ev işləri, üstəlik özüm də işə gedirəm falan, o qədər də çatdıra bilmirəm. Həm də son günlər ancaq eyni işlər görürəm. Gedirəm bağa yoldaşımla, orada çırpı toplayırıq və yaxud da həyatda olanda hansısa tərəfin yarpaqlarını sıyırıb yandırıram. Bunları da əvvəlki 2 bloqumda elə çəkmişəm. Düşünürəm ki, eyni şeyləri təkrar çəkməyin bir adı yoxdur. Əgər nəsə bir fərqli bir şey olarsa çəkim. Bir də son günlər yaz təmizliyinə başlamaq istəyirəm. Onları da çəkəcəm inşallah. Qəşəngcə yudum qurtardım hamısını. Bunlar təkcə qazanlar falan, tavalar bunlardır, yekə şeylərdir yəni. Bir də 1-2 dənə stəkanlar, çaşka falan. Onları bura yığdım, suyu süzülsün, silib götürəcəm. Əslində bunun altına açmaq üçün şey var idi, belə su çəkəndə. Amma onu tapmadım, hara qoymuşamsa yoxdur. Yəni deyib yox, belə birazca suyu çəkilsin, silim götürüm, ona qədər də qalan işlərimi görüm. Bununla bağlı fikirlərinizi videonun yorum hissəsinə yaza bilərsiniz. Yəni belə hissə təmizlik çəksəm sizin üçün maraqlı olar, yoxsa maraqlı olmaz. Ümumiyyətlə, hər hansı bir video fikirləriniz varsa, yenə də yorumlar hissəsinə yaza bilərsiniz. Mənimlə də yorumlar hissəsindən əlaqə saxlaya bilərsiniz. Yəni sözlərinizi oraya yaza bilərsiniz. Bacardığım qədər hər birinə cavab verməyə çalışıram.
Mənim vloqlarım bərəkətli vloqlardır. Ona görə vloq çəkəndə çox vaxt evdə çörək bişənginə düşür. Yenə də çörək bişirirdik. Həmin hissəni çəkib vloqa qoymağı özümə borc bildim. Sonra gəldim kravatın üstünü yığışdırmağa. Bura yük yığmışıq. O biz otaqda yatdığımıza görə burada artıq qalmırıq. Ona görə üstünə yük yığmışıq. İşdən gələndən sonra da həm yoldaşım, həm mən paltarlar necə gəldi bura atmışdıq tələsik. Elə işlərimi gördüyüm arada dedim gəlin bunları da paltarları da yığışdırım. Kravatın üstündən səliqəli yerlərinə qoyum ki, sabah işə gedəndə yenidən geyinməyə səliqəli vəziyyətdə olsun. Artıq axşamdır, uşaqlar yatdılar. İndi mən artıq oturub çay içəcəm. Qəndlə çay içmək çox xoşuma gəlir. Düzdür, çox adam sevmir, amma mən nəsə qəndlə çay içəndə daha yaxşı gəlir mənə. Düzdür, konfet də falan da sevirəm, amma qənd ayrı yer var mənim üçün. Nəysə, oturub beləcə çayımı içəcəm, sonra vlog editləyəcəm, makyajımı falan silib yatacağım, sabah da işləyəm yenə də. Bura qədər məni izləyən hər kəsə təşəkkür edirəm. Yaxşı ki varsınız, çox sağ olun. Dəstəyiniz üçün, bəyənləriniz üçün. Əgər videomu bəyəndinizsə, bəyən atmağı, yorum yazmağı unutmayın və kanalıma hələ də abunə deyilsinizsə, abunə olsanız çox sevinərəm. Hələlik.